Eyni vaxtda bir neçə işdə çalışa biləcəyik. Yeni mexanizm hazırlanır. Saatlıq əmək haqqı sisteminin tətbiqi eyni dəyərli əməyə görə bərabər maaşın ödənilməsi sistemlərinə keçid üçün Əmək Məcəlləsində ediləcək dəyişiklik hökumətdə razılaşdırılmaq məqsədilə Nazirlər Kabinetinə təqdim olunub. Qafqaz İnfo xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabındakı paylaşımda bildirib. Saatlıq əmək haqqı mexanizminin tətbiqi vətəndaşlara nə vəd edir? Bu suala aydınlıq gətirən deputat qeyd edib ki, yeni mexanizmin tətbiq olunması əmək haqqlarının aylıq deyil, saatlıq olaraq hesablanmasına gətirib çıxaracaq. Saatlıq əmək haqqının hesablanması bir tərəfdən vətəndaşlarımıza işlədikləri müddətin saatlar üzrə hesablanması və onların əmək haqqlarında artımların reallaşmasına gətirib çıxaracaq. Eyni zamanda vətəndaş saatlar üzrə diferensial olaraq bir deyil, bir neçə iş yerində çalışa bilər. Bu da onun əmək haqqının artmasına gətirib çıxaran faktorlardan olacaq. Beynəlxalq təcrübəni nəzərə alsaq, bu qeyri-iş günlərində və iş saatlarından sonra çalışan vətəndaşların əmək haqqlarında xüsusi əmsalların tətbiq edilməsinə və daha çox əmək haqqı almasına səbəb ola bilər. Parlamentarinin sözlərinə görə artıq bununla bağlı yeni mexanizm hazırlanır. Bütövlükdə bu, yeni və inkişaf etmiş ölkələrdə tətbiq edilən bir mexanizmdir. Bunun özəlliyi ondan ibarətdir ki, vətəndaşların əmək haqqlarının və əməyin daha yüksək qiymətləndirilməsi real olaraq həyata keçirilsin. Bu baxımdan yeni mexanizmin tətbiq edilməsi əmək haqqlarının artırılmasına gətirib çıxara bilər. Təbii ki, bu zaman meyarlar müəyyənləşəcək. Eləcə də saatlıq əmək haqqı üçün də minimumlar məlum olacaq. Saat üçün minimum ödənişlər həm də aylıq əmək haqqı üçün minimum ödənişlərin məbləğinə uyğunlaşdırılmalıdır və daha yüksək olmalıdır. Artıq yeni mexanizmin hazırlanması prosesi gedir. Son mərhələ razılaşdırmalardan sonra bunun nə zaman tətbiq ediləcəyi bəlli olacaq. Bütün hallarda bu mexanizmin tətbiq olunması əmək haqqı sistemində bir yenilikdir.